Mən Vəliyev Süleyman Seyranoğlu 11 yanvar 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. İxtisas üzrə dizaynerəm. 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını məhz dizayn ixtisası üzrə bitirmişəm. 2018-ci ildən televiziya sahəsində çalışıram. Sibir Sport telekanalında idman şərhçisi və aparıcısı kimi çalışıram. 2020-ci ildə sentyabrın son günlərində Hərbi Komissarlıq tərəfindən elan olunmuş səfərbərlik çərçivəsində ordunun sıralarına daxil oldum və 44 günlük Vətən müharibəsində iştirak elədim. Müharibə zamanı müxtəlif bölgələrdə döyüşlərdə olduq. Füzuli, Xocavənd və Laçında xüsusilə döyüşlərdə iştirak etdik və yekunda Laçının azad olunmasına görə və Vətən müharibəsinin iştirakçısı medalları ilə təltif olundum. Bu həyatımda bəlkə də ən böyük və ən çətin təcrübələrdən biri oldu. Yəqin ki, birincisi oldu. Amma sözsüz ki, hər kəsin həyatında öz istəkləri, arzuları olur və o arzulara çatmağa çalışmaq lazımdır. Heç bir səbəbə görə biz bunu itirməməliyik, özümüzdə qorumalıyıq və bu bizə məncə insanlara enerji verə biləcək bir güclü qüvvətdir.